problem buradadır ki, yəni, görürsən, qardaşlar var, futbola baxırlar. Futbola baxırlar və bir xristiyan futbolçu qol vurur və işarəni gətirir. Yəni, üçüncüsü, onların o xas işarəsini gətirir. Yəni, bir mömin qul, bir iman gətirilmiş qul, yəni, sən təsəvvür et ki, sən ona necə razı qalırsan ki, yəni, sən həmin o futbola baxdığın halda nədir? Sən onu orada gördüyün halda necə baxırsan o futbola? Yəni, sən həmin o əməl var, onun etdiyi əməl, yəni, sən onun nə demək olduğunu fikirləşməlisən ki, subhanallah, yəni, o necə çirkin, murdar bir əməldir ki, yəni, o həmin o vurduğu vaxt, yəni, onun o etdiyi əməl Allahın qəzəbinə səbəb olan bir əməldir. Allahın sevmədiyi. Və sən də tövhid əhli olduğun bir o halda, Allaha, Peyğəmbərinə iman gətirdiyin bir halda, yəni, necə olur ki, həmin o, misal üçün, həmin o futbola baxırsan və həmin o futbolda da həmin o xristiyan bir həmin o şəxsin etdiyi həmin o küfr əmələ baxırsan. Və sanki sənə asan gəlir, subhanallah. Sanki insan nədir? Asan gəlir, Allah qorusun. Lakin bu nədir? Yəni, bu çox şiddətli bir əməldir. Bu çox şiddətli bir əməl. Allah subhanahu ta'ala bizlər qorusun. Onun üçün, yəni, nə deyək, qulun qəlbində, qulun, yəni, müsəlman qəlbində, dedik ki, müsəlman qəlbində, yəni, kafirə qarşı nifrət, özünə qarşı və həmçinin əməllərinə qarşı, nə deyək, müsəlman qəlbində nifrət olur. Müsəlmanda isə, müsəlmanda nə deyək, müsəlmana qarşı əsl odur ki, müsəlman sevilir, onun əməllərinin müqabilində isə, onun nə deyək, miqdarında ona nifrət olur və əməllərinə nifrət olur. Allaha və axirət gününə iman gətirən elə bir cəmaat tapa bilməzsən ki, onlar Allaha və onun elçisinə düşmən olanlarla öz ataları, oğulları, qardaşları, qohum əqrabaları olsalar belə dostluq etsinlər. Allah onların qəlbinə iman salmış və onları öz tərəfindən bir ruhla dəstəkləmişdir. Allah onları ağacları altından çaylar axan cənnət bağlarına daxil edəcək. Onlar orada əbədi qalacaqlar. Allah onlardan razıdır, onlar da Allahdan razıdırlar. Onlar Allahın firqəsidirlər. Həqiqətən, məhz Allahın firqəsi